Elçin Məsivdin verdi, oyun başladı. Qarabağ Sabah maçı. Misli Premier Liqasının 28-ci turunun və dövrənin mərkəzi oyunu başladı. Lazımdır, qaydanı pozmadan çətinlik yaratdılar Durana. Vergo Simic mərkəzdə sağa ötürmə verdi. Perez. Perez qapıya baxır, zərbəsi uzaq güncə top qapının üstündən. Uzaq güncə özünə məxsus tərzdə. Sarı vərəqə bu arada Mateus Silva'ya. Bax burada Mateus Silva önünü bağladı Maludanın və onun üzünə zərbə indirmiş oldu. Baxaq. Üzünə dəydi mi? Bax bu sualdır. İşarə verildi. Jones Michels. Onun zərbəsi Kohalski. Kohalski penaltını dəf edir. Qarabağın qalkib hesabın açılmasına imkan vermədi. Artıq liqada 3-cü dəfə bu mövsüm penalti zərbəsində qəhrəmana çevrilir. Əslində artıq ara ötürməsi Toral Bayramovdan qapı qarşısına zərbə Leandro Andrade'dan dəqiq alınmır. Komandasına, yəni Qarabağa və Qarabağ hücuma keçir. Qazi mərkəzdə irələdi. Sağ cinaha ötürmə verdi Leandro Andrade. Öndə Pukaç var. Bolt'un yanına geldi. Dani Bolt kapı karşısına ötürmə zərbə. Müdafiəçilər blok koyur son anda. Səbəbi bəllidir və Zubirin bir əvvəlki zərbəsi Zedat. Leandro Andrade və Johnny Montiel topun gerisində çox güman ki Montiel zərbəni indirəcək. Herhalde belə təxmin etmək olar. İşarə verildi. Montiel'in zərbəsi canlı sətdən qayıtdı. Yenidən Montiel daha bir zərbə. Pokatilov. Zubir geri oynadı və topu itirir. Qarabağ futbolçular Jones Michels saxladı topu komandaya ulaşıcı. Simic uzaq güncə düşə bilmədi. Veljko Simic belə bir fürsəti boşa verir. Sözsüz ki narahat edir. Abdullah Zubir. O da səhv edər. Sadə vəziyyətdə sanki arxaya öz komanda ulaşına ötürmə edirdi Zubir, amma nəticədə Jones Michels'e hədiyyə etdi. Toral Bayramov qapıya birbaşa zərbə dəqiq oldu. Mateus Silva. Leandro Andrade Dani Bolt'a çevirdi. Bolt Pukaç'dan yayındı. Bolt cərmə meydancasında Dani Bolt ötürməsini verdi Pokatilov. Qapıya çox yaxın nöqtəyə. Johnny Montiel, sonda Zubir top istəyir. Montiel ayaq saxladı. Sağa baxdı, ötürməsi Leandro Andrade. Andrade daha bir ötürmə Pokatilov topu tuttu. Pukaç'dan Mikel istiqamətində. Qaydan topda Xaybullayev birincidir. Sürüşdü Medina. Xaybullayev və gol! Abdullah Xaybullayev hesabı açır. Sabah Qarabağla maçda hesabda öndə ilk hissənin son dəqiqəsində. Abdullah Xaybullayev Medina'nın sürüşməsində. İzləyə tekrar uzun ötürmə gəldi burada. Mikel istiqamətdə. Mateus Silva onu bağladı. Top Xaybulayevin önünə düşdü. Medina artıq topa yelənəcəyini gözləyirdi. Amma həmin anda ən vacib anda sürüşdü. Xaybulayev yanından keçdi və uzaq güncə zərgər dəqiqliyi ilə zərbə indirdi. Fikir verin. Çox usta zərbə Xaybulayevdən. Top bir neçə santimetr sola istiqametlənsəydi çox güman ki Kohalski topa toxunacaqdı. Amma bu zərbəni çıxarmaq çox çətin idi Kohalski üçün. Timoteus Pukaç, İvan Lepinitsa, Kaim Beris və Aron Maludanı görürük. Qarabağ Qurbanov sabahı Valdes Dambrauskas çalışdırır. Baş hakimi için Məsivdir bir daha qeyd edir. Və qırmızı vərəqə. Abdullah Xaybulayevə birbaşa qırmızı vərəqə ikinci hissənin əvvəlində, lap əvvəlində. Baxaq tekrara. Johnny Montiel'lə mübarizə aparırdı Xaybulayev və tapdaladı Montiel'in ayağını. Ayağın qorunmayan hissəsini. Baxırıq və buna görə qırmızı vərəqə göstərdi ona Elçin Məsiyev. Leandro Andrade yaxşı çıxdı bu vəziyyətdən. Andrade'yə ötürməsini verdi. Camilo Duran. Qapıya zərbə Kazi'dən Pokatilov. O qədər də yaxşı alınmadı. Zəif və düz qapıçının olduğu nöqtəyə demək olar ki topu göndərdi.
Bolt, Zubir oynayır. Qadi. Zubirə qaytardı topu. Mərkəzə ötürmə. Kevin Medina. Sağdan sola, soldan sağa ötürmələr və sonunda Toralın zərbəsi. Maç sonu efirimiz olacaq. Həmkarım Nurlan Valihoğlu'nun təqdimatında həmçinin həmin veriş zamanı flash müsahibələri də izləmə imkanınız olacaq. Həm komandanın məşqçilərindən, həm futbolçulardan. İndi Leandro Andrade sol cinahdan qoşulur hücuma, yerə yıxılır. İzləyək. Zedatka ilə burada təması var idi, amma qayda pozuntusu qeydə alınmadı. Təmas da elə cərimə meydançasından kənardaydı. Hər halda qayda pozuntusu var idi, yox başqa müzakirə mövzusudur, amma Musa oyuna necə töhfə verə biləcək? Montilerin türməsi cərimə zərbəsindən zərbə vuran tapılmadı burada. Emanuel Adday, Kevin Medina. Adday cərimə meydançasında, Addayın texnikasına ehtiyacı var. Zərbə qapıya Pokatilov. Pokatilov bu topu tuttu. Çox çətin topu idi. Hər halda zərbə anını görməkdə çətin. Yaxşı qoşuldu oyuna Emanuel Adday. Sabah hücumdadır. Hücuma keçir Sabah. Puxaç artıq buradadır. Puxaç cinahla irəliyir. Out. Hətta qayda pozuntusu deyirsən. Hər halda istənilən halda top Sabahda qalır. Puxaç ayağa qalxır. Tələsmir, Elçin Məsih saatına baxır və bu oyunun final fiti. Sabah Qarabağı 1-0 hesabı ilə səfərdə məğlub edir. Və bu bəlkə də bu çempionluq qələbəsi idi. Sabaha tarixi titulu qazandıracaq oyun idi.